Bu videomda sizler için davamıcı zamanla ait olan küçük bir detayı qeyd etmək istəyirəm. Əvvəlcə davamıcı zaman bilirik ki, to be'nin forması olan əmizar və daha sonra əsas fiil, feilimin sonu isə ayıncı artırmaqla düzəlir. To be plus feil plus ayıncı bu şəkildə gedir. İndi mənim qeyd etmək istədiyim davamıcı zamanın uzun uzadı qaydası deyil. Sadəcə burada kiçik qeydlər etmək istəyirəm. Əgər feilin where kimi bu şəkildə verilibsə, o zaman normal olaraq ayıncımızı artırırıq. Amma əgər feilim i hərfi ilə bitibsə, o zaman baxın burada qeyd edib i düşür və ayıncı əlavə olunur. Baxın choose'un ayıncısı necə əlavə olunub? İni düşürdüblər və ondan sonra samitdən sonra ayıncı əlavə olunub. Əgər samitdən sonra bu cür ay, i gəlibsə, bunun necə ayıncısını düzəldirik, əlavə eləyirik? Bu zaman ay, i, y hərfi ilə əvəz olunur. Ay, i düşür, əvəzinə y əlavə olunur. Tying bu şəkildə davam edici zamanı düzəlir və yaxud da ayıncısı əlavə olunur. Əgər feilimdə samit, sait və samit, consonant, vowel, consonant. Consonant bilirsiniz ki, samit, vowel, sait bu şəkildə gedibsə, o zaman ikinci bir samitimiz də əlavə olunur. Shopping bu şəkildə olur.